doğum günü ilə əlaqədar olaraq məzarını ziyarət edirik. Burada şəhid analar da çoxdur, şəhid atalar da çoxdur. Vaxtımızı çox almaq istəmirəm. Mən də Bakıdan gəlmişəm. Azərbaycan Yazıçılar Birliyinin üzvü. Şəhidlər haqqında 25 kitabın müəllifi şairə İsmirə Günəş. İlk dəfədir şəhidimin məzarının ziyarətindəyəm və az əvvəl ananın yanında dayanarkən aparıcı qardaşla şəhidimizin həyat hekayəsini danışarkən bir şeir yazdım onun xatirəsinə. Onu səsləndirmək istəyirəm icazənizlə. Şahbuzun qəhrəman oğlu Raminim, bugün səndən danışıb səndən deyirik. Vətən torpağı üçün canından keçənim, biz sənin qarşında baş dəyirik. Doğuldun aprelin 19'unda, Saimə anama sevinç gətirdin. Sən arxa gəlmişdin, kömək gəlmişdin. Atan Nərmana özün yetirdin. Hələ uşaqlıqdan vətən eşqinin sərhədi olmadı, həddi olmadı. Sayəndə azadlıq cəngi çalındı. Vətən torpağında düşmən qalmadı. Qoy ruhun şad olsun, ruhun sevinsin. Sən bizim fəxrimiz, and yerimizsən. Şəhidlik zirvəsi seçib özünə, adıyla döyünən bu qəlbimizsən. Adında döyülən bu qəlbimizsən. Qəhrəman şəhidim, cənnətdə qeyd etdiyin doğum günün mübarək olsun. Necə ki bu xalq var, necə ki şəhidinə dəyər verən nümayəndələri var xalqımızın, sən onu durmarsan, yaddan çıxmarsan. Anana, ailənin digər üzvlərinə Allahdan səbir diləyirəm. Saimana, Allah sənə güc qüvvət versin ki, daima ayaq üstə ol. Şəhid balanın adını yaşat. Tanımayanlara da tanıt. Bugün mən tanıdım, sabah bütün dünya tanısın qəhrəmanımızı. Şəhid anaları, Allah sizlərə dözüm versin, səbir versin. Hər biri bizi bir-bir tanımaq istəyərəm. Necə ki buradayam, bacardığım qədər şəhid ailələrini ziyarət edəcəm. Tanıdığım qəhrəmanları tanıtmağa çalışacağım. Şəhid ataları, dərdini dilə gətirə bilməyən şəhid ataları, möhkəm olmağa çalışıb içində əriyən şəhid ataları. Allah sizlərə səbir versin, dözüm versin, can sağlığı versin ki, o ailəni ayaq üstə siz saxlayırsınız. Və qəhrəman şəhidimiz Raminimizin ailə üzvlərinə kiçik bir hədiyyəm var. Dəmir Yumruq Alfa Cəmiyyəti adından Azərbaycan Respublikasının Ali Baş Komandanı Qalib Sərkərdə cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunmasında, haqq savaşında, vətən müharibəsində göstərdiyi şücaətə görə şəhidlik zirvəsinə ucalaraq şəhadətə qovuşan, zəfər gününü bizlərə yaşadan şəhidim Bağırov Ramin Nərimanoğlu Dəmir Yumruq fəxri diplomuna layiq görülür və şəhid ailəsinə təqdim olunur. Vətən qarşısında xidmətləriniz unudulmazdır. Bizlər sizi unutmarıq. Mən bu kiçik hədiyyəni Dəmir Yumruq Alfa Cəmiyyəti adından və Vətən Haqqı jurnalını şəhidimizin anasına təqdim eləmək istəyirəm. Hər birimiz gücümüz çatdığı qədər şəhidlərimizi yaşatmağa çalışırıq. Siz cəbhə bölgəsində əskərlərimiz, qəhrəmanlarımız silahla, düşmənlə mübarizə aparanda arxa cəbhədə biz qələmimizlə mübarizə apardıq düşmənlərlə. Və bu oğulları gələcək nəsillərə kitablar çatdıracaq. Çünki biz bugün bizdən əvvəl ilk Qarabağ qəhrəmanlarını kitablardan oxumuşduq. Bizdən sonraki nəsillər də o kitablardan oxuyacaq ki, kimlərin sayəsində bu torpağın üstündə yaşayırlar və kimlərin sayəsində 30